Bugün sizə münasib qiymətə 3 otaqlı, tam əşyalı, hazır bir mənzili təqdim edirəm. Nərimanovda yerləşir, metroya piyada 6-7 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzildir. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı xırdalığına qədər sizin nəzərinizə çatdıracağım. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Siz isə videonu sona qədər izləyin, mənzil haqqında da fikirlərinizi bizimlə bölüşün. Bura mənzilin giriş qapısıdır. Gördüyünüz kimi daxil olduqda sağ tərəfdə bu hissədə tam axıra kimi şkaf yığılıb. Yəni içərisində göstərim. Dərinlik də çox yaxşıdır. Yəni yuxarı hissələrdə eyni ilə aşağı hissəsi də hamısı şkafdır. Bura paltar, ayaqqabı, istənilən əşyanızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Döşəməsi qranitli üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada Lustre Spot, gizli işıq və əlavə olaraq bura işıqlardan da istifadə olunub. Otaqların yerləşməsini nəzərə çatdırın. Burada mənzilin sanitar qovşağıdır. Buradan görürüz mənzilin mətbəxi. Burada 2 yataq otağı, ora isə mənzilin qonaq otağıdır. Elə başlayaq mətbəxdən. Mən bir-bir hər şeyi sizə göstərim. Geniş mətbəxi var. Təxmini 17-18 kvadrat olar. Yəni təxmini ölçü nəzərə çatdırıram. Burada girişdə olduğu kimi döşəməsi isti döşəmədir. Yeni, gözəl mətbəx mebeli yığılıb 3 hissədən ibarətdir. Yuxarı hissələrdə şkafdır. Yəni kifayət qədər yer var. Əşya yerləşdirmək üçün bu barədə narahat olmağa dəyməz. Dərinlik də yaxşıdır. Üstü və sinəliyi mərmərdir. Qaz peçi, aspirator qoyulub hazırdır. Burada deməli soyuducumuz var. Dediyim kimi bütün mebel və texniki alət təmin olunub. Əlavə olaraq bu hissədə paltar yanımız. Yəni hər bir şey var. Televizor qoyulub. Bu hissədə masamız da yerləşdirilib. Kondisioner, Lustre Spot. Yəni mənzil tam hazırdır. Sadəcə gəlib yaşamaq qalır. Mənzildə ümumiyyətlə 2 eyvan var. Bir eyvana burada mətbəxdən çıxış var. Digərində isə yataq otağından böyük eyvana çıxış var. Pərdə asılıb. Yəni hər bir şey dediyim kimi tam hazırdır. Eyvanlar da kifayət qədər genişdir. Qarşısı da açıqdır. Buradan mən sizə göstərim mənzilin sanitar qovşağının. Kifayət qədər geniş ölçüyə malikdir. Bütün aksesuarlarla tam olaraq təchiz olunub. Burada belə gözəl böyük moydadırımız, divar içi unitaz yuxarısında əşya yerləşdirmə üçün inşallah nəzərə alınıb. Sağ tərəfdə duş kabin yığılıb. Yəni içərisində dediyim kimi kifayət qədər genişliyi və divar içi aksesuarlardan istifadə olunub. Təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Keçək otaqları göstərim. Nəzərdə çatdım ki, mənzilin sənədləri də qaydasındadır. Çıxarışı, yəni kupçası var. Bura birinci yataq otağımızdır. Bayaq dediyim eyvana buradan çıxış var və böyük eyvanı var. Burada da deməli mebel, texnika hər bir şey var. Burada deməli taxtımız yerləşdirilib. Bu hissədə yenə şkafımız yığılıb. Gəlin buranı da göstərim. Bunların hamısını göstərirəm ki, yəni tam təsəvvür yaransın mənzil haqqında. Dediyim kimi yuxarı hissələr də şkafdır. Burada deməli təşkil işıqlardan istifadə olunub. Yenə kondisioner qoyulub. Burada televizorumuz da var. Lustre Spot və ümumilikdə mənzildə açıq rəngli divar kağızlarından istifadə olunub. Bura deməli ikinci yataq otağımızdır. Digər yataq otağından 200 kvadrat balacadır, belə deyim. Ora əsas yataq otağıdır. Burada da tam olaraq hazırdır əşya yerləşdirmə. Görürsünüz taxtımız. Bu hissədə şkaf var. Bu da tam axıra kimidir. Əks tərəfdən də göstərim, yəni ümumi görünüşü görəsiniz. Yəni o hissədə şkafımız, televizor, yəni hər bir şey var. Pərdələr asılmış vəziyyətdədir. Döşəməsi parketdir. Burada da yerləşir mənzilin qonaq otağı. Buranı da ümumi olaraq göstərim. Sonra mənzilin məlumatını və qiymətini bir daha nəzərinizə çatdıracağım. Qonaq otağımızdır. Burada nə var hamısını göstərim. Divan yerləşdirilib 6 nəfərlik. Masamız bu hissədədir. Televizor orada. Aşağı hissəsi şkafdır. Sağ və sol yeni işıqlar yerləşdirilib. Tavan hissədə də ümumi olaraq göstərim. Lustre Spot hər bir şey var və burada da böyük pəncərəmiz var. Belə mən demək olar mənzildə olan hər bir şeyi sizin nəzərinizə çatdırdım. Məlumatları deyim. Nərimanovda yerləşir. Modern məktəbin yanındadır. Nərimanov metrosuna piyada 6-7 dəqiqəlik məsafədə. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 3 otaqlı mənzildir. Əslində 3 otağa düzəlmədi. Yəni, amma gördüyünüz kimi 3 otaqların seçilmir. Hər otağın ayrıca girişi, ayrıca işıqlanması var.
Ölçüsü 100 kvadratdır, yerləşir 18 mərtəbəli binanın 18-ci mərtəbəsində. Gördüyünüz şəkildə satılır bütün mebel, texnika hamısı qiymətə daxildir və mənzilin start olaraq qiyməti 319 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.